وَقُلْ جَاءَ الْحَقُّ وَزَهَقَ الْبَاطِلُ إِنَّ الْبَاطِلَ كَانَ زَهُوقًا. السلام عليكم ورحمة الله تعالى وبركاته. الحمد لله وحده، وصلاة وسلام على عباده الذين اصطفى وعلى آله وصحبه ومن والاه بعد. Muhterem arkadaşlar, aziz konuklar, huzur-u kiram, fırsattan istifade edilmede benim kardeşimin hakkını ona eda etmek isteyen birinci hak oydu ki biz onun devletine icabet ettik. Ve bu her Müslüman üzerinde olan 5 şartın biridir. Davetül icabet, yani velime, toy, akika, ona okşar verilmeye çağırmanda üzür sahibi değilse icabet edilmesi terstir. Bak, İlla bir huzur, yalnız üzür sahibi istisnadır. Elhamdülillah Allah Azze lütfetimize biz geldik ve getiren kardeşlerle Allah razı olsun. İkinci hakkı kardeşimizin onun için Allah-u Teala'dan bereket duası istemektir. Ve dualar çoktur. Her insan könlünden gelen istediği dua ederler. Hayır duanı. Allah Azze ve Celle'nin ismini zikret ederler. Nasıl mevzudur elhamdülillah. Ancak en hayırlı dua sünnede. Allah Nebisi sallallahu aleyhi ve sellem'in mişkat-ı nübüvvede bize miras bıraktığı, hediye bıraktığı güzel duanı tekrarlamaktır. Çünkü Allah Nebisi sallallahu aleyhi ve sellem'in duası müstecaptır. Sallallahu aleyhi ve sellem bu duanı Allah Nebisi sallallahu aleyhi ve sellem yeni evlenenlere, izdivac ehlinden miras bırakmıştır. Bir miras-ı nübüvve, peygamberlik mirasındandır. Dua, bereket kelimelerini özünde ehad eder. Barakallahu lek, ve barak aleyh, ve cema'a beynekuma fi hayr. Dua budur. Amin. Kulası anası, izdivac ehlini, kişi ve kadını, evliliğin nasibetiyle ve hayatı boyu Allah Teala'nın bereketi ile süslenmesi ve arasının cem olmasına Allah'tan niyaz etmektir. Bu mühim meseledir. Çünkü evlilik hayatın sabit olması da meksedlerdendir. Yani evlilik hayatın sabit olmalıdır. Esasında insan evlenir ve yoldaşıyla hayat sürür, dünyasını yaşayır. Ve ikinci de talep olmak şey bereket. Bereket olmazsa hayır olmaz. Bereket olmazsa hayır olmaz. Bereket de ki muhterem Allah, kendiye değil, say değil, ölçü vahdi değil. Meğer, ey kendi kardeşim, Allah Teala'nın bu açık mucizesini gözünle görürsen be, senin 300 azim, azacık maaşın, nevacizin çok gelmedir ki Subhanallah, daha genayetli ve bereketlidir. Neyinki bankta isteyen ve 11.000 euro alanı hisselemezsen, hayatında soruşmamışsan bu sir nedir acaba? Yani adam 300 maaş pul alır ve bu ülkede bu bes edecek maaş değil. Çünkü kıymeti pahalıdır. Ve çok gerbedir ki yeniden yola verilir. Çok gerbedir. Subhanallah, bizi gelir aktar mektebe, uşağı gelir bahçeye, yoldaşı gelir bir şeyi. Subhanallah. Sanki bu tutarmaz. Niye göre? Çünkü onu halal yolla, teriyle, zəhmətiyle kazanıp
Və Allah subhanahu teala ona həmin o möcüzəni ikram edib. Bərəkət. Eyni zamanda baxarsan ki, kirkli pulların yuyulması ilə məşğul olan bankirlər, Allah bilir etsin, adam 11.000 euro maaş alır aya və ayın sonunda yenə də borç bildiklər götürür. Kağıt borç. Pul haradan gəlir? Hara gelir? Biri mənə danışırdı ki, skripkaçıydı. Skripkaçı. Musiqiçi. Bir albi. Xüsusi məclislərə aparırlar. Ha? Stradivari, ha? Deyir ki, bir gecədə elə olmuşdu ki, hətta 2000 ABŞ qazanmışdır. 15 dəqiqəni çıxışına görən. Qulaq qazanmalar. Yəni, bu bunun bir gecəsidir. Deyir ki, şeyh, vallahi olurdu ki, aya hərdən qazancı 15-30 min ABŞ-a gəlib çatırdı. Söhbət 6 il söhbət deyək. 6 il bundan söhbət daha qiymətli, daha dəyərli olar. Deyir ki, vallahi, subhanallah, özünü cahil edin, hələ ilərdə olmamışsın. Başa düşürdüm ki, ayın sonunda okulda niyə heç qalmış? Kəlliyə var, kütlə var, say var, ədəd var, ancaq nə yoxdur bilmirəm. Çatışmayan şey nədir ki, o mənə çatmır? Bərəkət sorulur. Bərəkət ilğa olub, ləğ olub. Bərəkət götüzdürülür. Yoxdur. Yoxdur. Və buna oxşar misallar çəkir. Və Allah Teala'nın neymətləri çoxdur. Onları saymağa qalsa, heç bir zaman onları sayıb qayılmaz. Rəbbim Cəllə Cəlal buyurur: وَاِنْ تَعُدُّوا نِعْمَةَ اللّٰهِ لَا تُحْصُوهَا. Allah'ın size verdiği nimetleri saymağa kalksaz, gəl sayar. Göz nimeti, kulak nimeti, gəl bölünmesi, böyrələrin işləməsi, ciğerin işləməsi, her insan öz vücudundaki nimetleri saymaktan ötürür. Hiçbir adoy rumunu kağıdı bəs edəməz. Bəlkə muhasibət kompüterlərini istifadə eləsin. İnsan öz vücuduna verilmiş nimetleri saymak kalır. O ki qaldı digər. Sonra onun içeceği, yiyeceği vesaire ile ahir. İnsan ona Allah-u Teala'nın verdiği nimetlerini saymağa kalksa hiçbir zaman onları sayıp kurtarabilmez. Ve insan oğlu herden bunu görmüyor. Hatta bazılarının şükürlüğün son haddi deyir ki, Allah-u Teala bu dünyada mənə nəsib yazmayıb. Özü top kimi. Maşallah. Sağlam. Və deyir ki, Allah-u Teala mənə bu dünyada nəsib yazmayıb. Halbuki geçsə baxsa görsə ki, xəstəxanalarda gəzə bilməyən, otura bilməyən və ya elə xəstələr var ki, yataqdadırlar, ancaq başı hərəkət edir, iflic. Ondan da betər, elə xəstələr var ki, yalnız gözlərini hərəkət etdirə bilir. Ondan da betər, elə xəstələr var ki, qida yalnız burun məxrəci ilə onu ixal edilir. Və elə xəstələr vardır ki, komadadır, insuldan əziyyət çəkirlər, 6 ayda oyanmır. Nə ölü kimi ölü, nə diri kimi diri və qida ona maye şəklində borular vasitəsilə ixal edilir. Və sonra da deyir ki, Allah-u Teala bu dünyada mən nəsib yazmayayım. Budur yaxın qonşu qardaş dövlət. Məmləkət-i İmaratiyyə, İmarat, Dubai, Şarika, Abu Dhabi. Allah s.ə.v. onun hakiminə acil şəfa versin yarat. Milyarların sahibi, dünyanın ən varlı əliqahlarının biri, dünyanın ən hündür binasının sahibi, Şeyh Əl-Xəlifə, hər anda oyanmayın, unsurdadır. Komada, milyonların faydası yox. Oyanmır, beyin cihaza qoşulub, gəldir digər cihaza və unsur. Var yox, yox. Olan bir hadise. Allah buna şəfa verir, ya Rabbi. Və
insan hərdən fikirləşmir ki, Allah-u Teala nə qədər nimət. Mesela bir bazı hikaye açın. Bu hikaye bu hadise bir söz olur. Bir iş adamı, biznesmen, eve qayıdırdı, öz karteciyle ve Qahirinin izdihamı məlumdur Qahirədə olmaq. İzdiham olur, korku olur orada. Çünkü bir ölkənin ki, ahalisi 80 milyondur. Elə Bakıda təkcə 11 milyon çox adam var Qahirədə. Yəni izdiham şiddəti də orada. Nəysə, adam söyləyəcəkdir ki, elə bir yol tanıysan ki, izdihamdan çıxar. Söyləyəcəkdir ki, gəl məhəllələr arasına girək, ancaq məndir, kasıb məhəllələrə geçmək olacaq. Deyir ki, problem xoşdur. Peki izdihamı görmür. Və onlar girmək kasıb məhəllələrə ki, problem içərisində. Kartej girir, dağ küçələrə, kasıb məhəllələrə geçir. Və bu iş adamı öz maşınında olan yerdə heç baxır, çox maraqlı oldu və pəncərələri tutmaya əmrədir. Qara maşın qara şüşələri indirilir. Daha yaxından təmas olması ətrafdakı mühitlə. Görür kasıb gillər olan binalar, evlər. Sonra küçədən keçəndə 3 nəfər gəncin cavanların köz oynaması, top oynaması görür. Kardeş onların yanından biraz aralandan sonra onlardan biri qayıdır, deyir ki, gelin 50 gram duraq. Onsuz da bizim bu dünyadan nəslimiz yoxdur. Kardeşi görür, bu sözləri gelir. Qara, Mercedesler gelir, kardeş. İçində böyük bir iş adamı. O da pəncərəni açmışdı. Kardeş biraz aralanmışdı ki, uşaqlardan biri, oynayan uşaqlardan biri bu sözü dikəliyor. Həmin iş adamı avtomobili satılır və deyir ki, afət etsin uşaqları və maşından uşaqların yanına gəlir. Pəncərəni afət açır və deyir ki, gənclərə, oğlum, aramızda bir nəfər bu söz dedi. Allah bizə bu dünyadan olsa nəsib verməyir. Gelib 50 gram duraq. Kimdir o sözlər deyən? Uşaqlar pərt olur, pis olur, həyəcanlanmaz. Çünki baxlar məmnundur və iş adamıdır. Biraz təbrik etsinlər və üzr istəyirlər, dəfələrlə. Bir oğlum, narahat olmayın, mən sizə heç eləməyəcəm. Aramızda bu sözü deyən kimidir? Nəsə, yenə üzr xahid edirlər, bağışda, üzr deyilir, yox, bu sözü deyən kimidir? Bir nəfər başına aşağısa, orada etməlidir. Soruşur ona. Oğulları bastırırsa, dedi yok. Müslüman sana, elhamdülillah. Sağlamsan, sağlam. Su içebilirsen, ha. Sime gelirsen, ha. İstediğin şey gelirsen, dikkat. Evlisən, ha. Yolakların var, ha. Neçə nəfər? 3 nəfər. Kimdir? Olan qızdır. Sağlamla bir top gibi. Maşallah. Heç Allah'tan həyətlənmir. Deyirsən ki, Allah bizə bu dünyadan onsuz da nəsib verməyir. Dinlə olun. Mən milyonları saxlayamıyım. Böyük bir çadayım. Və mən hər şeyi yerilmirəm. Çünki məndə filan sınaq əksizlər var. Təhriz, ciddi təhriz. Təhrizi pozmağın ölümə dəvət edir. Bəs deyirsən ki, Allah sənə dünyada heç nəsib edir. Oğlum, dedim ki, evlisən, hə. Mən də evliyəm. Dedim ki, uşaqlarım var, hə. Mənim isə uşaqlarım olmur və həyat yoldaşlarımdan mənim öz uşaqlarım olmasına görə bütün mülkümü verər. Və olmur. Elhamdülillah. Sonra dedim ki, sağlamsan. Dedim, bəli, sağlam. Mən sizə bir sənə üçün arabadan düşmədim. Təkərlikdən yox. Özüm namazına. Düşmədim çünki ayaqlarım yox.
və sən şükür edirsən. Həqiqətin belədir. Hərdən bir çobanın dileyini dinləyəndə laf təcrübələnirsən. Çoban hərdən kartı düşürəndə, yoluna geçəndə, şösədə. Bunlarda ne yapmalı? Danışır. Bir bunlarda. Vallahi həyat səndədir. Vallahi həyat səndədir. İslamın ən saf, oksigenin ən taze yerindən nəfəs alırsan cəhətləri. Aranda, düzəndə, meşədə və yuxu gələndə sən başlı üzərində can gülərə ehtiyac yoxdur, kalaşnikın nazarında. Başlı qoyursan, çay başının üstünə, ağacın kölgəsinin altında və mışıl qorulduyursan, heç sənə qorxursan Allahdan başqa, çünki əmin əmanlığını Allah sənə hədiyyə edir və sən bu neyməti görürsən. Susuyanda suların ən safını içirsən. Tabi bizim kimi o nə gəldiyimizə işledirirlər. Bir də ayrılıq ki, tüm zamanların belində 4 milli birinci var. Bunlardan içirsəni keçmə, Xaliqin öz xəlq etdiyindən birbaşa, suyun ən gözəlidir. Yeməyə də gələnə ki, maşallah Allah, yeməyə güzəldir. Övan edirsən. Və sonra deyirsən ki, bunlara Subhanallah. Nə qədər bir hal. Saud Ərəbistanda bir iş adamı, Əli Saud'dan olan bir əmri müxbir belə bir sual edir. Deməli, karteci maşını açır, fragmenti YouTube'da da bölərsansa ərəbcədir. Deməli, kartec gəlir, qapı açılır və müxbirlər düşür, şəkillər, və s. İş adamdır, böyük iş adamdır. Həmin o insanın Bakı şəhərində otel var, 5 ulduz. Böyük iş adamdır. Milyardlar sahib. Neyse, düşür və müxbirlər sual verirlər. Müxbirlərdən biri sözlü adam düşür. Deyir, Sılur Əmir, Möhtərəm Şahzadə, Şahzadə ailəsindən. Orada yatan Pakistanlıya mövqeyi içinədir. Göstərir ki, orada Benzakanın tanıdığı bir adamda bir Pakistanlı şənişdirə. Kartonu qoyur, kağısı. İşik qalır, şənişdirir, yorulur. Kartonu qoyur. Kartonun üzərində əmmanasını çıxardır, balışını qoyur və ulaşır yatır. Gözlər onu deyir ki, buna münasibət istədir. Yəni, bu insan kası belə bir şeydir. Qayədə deyir ki, ona, deyir, onun yaptığı o yuxunu mən ancaq arzuda bilərəm. Səhər özündəki bu neymət içində deyil. Bütün mümkün verərəm ki, Allah da mənim hər gecə yaptığım yuxunu onun yuxusu kimi mışıl belə gözlər, rahat əmin etsəydi, bütün varlığını verərəm. Mən gecələr yatmıram. Hesabat, milyonlar, şəkillər, şintilər, bizneslər, marketlər, daha nələr. Beyin yatmır beyin. Mən ağzı da hal yatmamı bilmirəm. Beynət içindədir. Bütün mülkü verərəm ki, bax eləmə, əmin ama, heç sənə qorxmadan, küçənin ortasında, karbanın üstündə belə rahat yatır. Mən evin içində, qəsrimdə, yumuşaq yatağında belə əmin yata bilmirəm, bu küçənin ortasında necə əmin yatır. Gördünüz? Və incə'abdu ni'mətəllahi lə təhsuha. Allah Teala'nın sizə verdiyi ni'mətlər sana qalsaz, sahib tutamazsınız. Ya bu qədər ni'mətlər, Allah Teala ni'mətləri parçalayıb, bölüb. Kasbə elə şey verir ki, varda o şey yoxdur. Varda elə şey verir ki, kasbın o şeye ehtiyac yoxdur. Və belə, valla da'al mizan, bir mizan qoyur, bir tərzi qoyur. Hər şey Allah Cəvəcə paylayır. Sadəcə olaraq insanlar bunu qiymətləndirə bilmirlər. Məyər görürsən ki, kasbın uşaqları sağlam həyat sürür və öz kəllələri ilə orta və
sonradan gözəl həyata qədəm edirlər, mən görürsən. Mən görürsən ki, əksi əks, pullar tökülür, başı işdən uşağı. Axırda uşağı bardan sürünə çıxardırlar, damağında da marihuana, nəzvi, kokain, makain. Görürsən. Sadəcə o insan gərək niməti təqdir etməyə bacarsın. Şükür etməyə bacarsın. Bəs bunun əvəzində müqabilində qardaşlar, bir dərs namazı olsaydı namazı çox aşırı, bir dərs namazı heç burada ələ edir. Yaxşı, 15 dəqiq sonra mübaşə dərsana iqamə edəcək. Bunun müqabilində Allah'ın sənə tələb edir. Allah Teala ona ibadət etməyi və heç nəyi şərik qoşmamağı ona tələb edir. Bütün nimətdən müqabilində. وَلَقَدْ أَرْسَلْنَا نُوحًا إِلَى قَوْمِهِ فَقَالَ يَا قَوْمِ اعْبُدُوا اللَّهَ مَا لَكُمْ مِنْ إِلَٰهٍ غَيْرُهُ. Şübhəsiz ki, biz buna öncə Nuh'u öz qövmünə göndərdik. Nuh öz qövmünə dedi: "Ən i'budullah." Allah'a ibadət edin, çünki sizin ondan başqa ibadət edəcəyiniz kəs yoxdur. Heç kəs, heç bir ilah yoxdur. وَإِلَى عَادٍ أَخَاهُمْ هُودًا قَالَ يَا قَوْمِ اعْبُدُوا اللَّهَ مَا لَكُمْ مِنْ إِلَٰهٍ غَيْرُهُ. Ad qövmünə də Hud'u göndərdik. Eyni şey. Dedi ki, ey qövmüm, tək olan Allah'a ibadət edin. Çünki sizə ondan başqa ibadət edəcək ilahınız, ma'budunuz yoxdur. وَإِلَى ثَمُودَ أَخَاهُمْ صَالِحًا قَالَ يَا قَوْمِ اعْبُدُوا اللَّهَ مَا لَكُمْ مِنْ إِلَٰهٍ غَيْرُهُ. Samud'a da biz Salih'e gönderdik. O da, ey gönlüm, tek olan Allah'a ibadet edin, sizin ondan başka ibadet edeceğiniz, ibadet edin. Ma'bud, ilah yoktur. İbadet, şeriksiz, vasitesiz. Vallahi, bu ümmet öz dinine qayıtsa, o din ki, sahabe-i kiram ve ehl-i beyt imamları Ridvanullahi aleyhi ecmaîn. Allah hamısına razı olsun. Neyin üzerindeydiler? Ümmetlerin dine qayıtsa izzətli olan her bir şeyinde. Size bir misal çekeceğim. Görün bidat necə insanı rezil edir. Bu misalı mənə Kəşmirli dostum çəkdi. Onunla birlikte okuyanda Mədinədə. Hindistanlı tələbədir. Hədis fakültəsində qoydu. Bir yerdə yaşıyordu. Eyni otaqda konuşulurdu. Deyir ki, bir dəfə Kəşmirli bir müsəlman ilə Hünduz, yəni müəyyən ibadət edən sözləşdilər. Və çox gəlmədi ki, Hünduz mütə ibadət edən, Asminoga ibadət edən əlləri var, altı ona ibadət edən müsəlmanı bağladı. Qəribə halda debatda müsəlmanı bağladı. Söhbət neydi? Hindus qayıdıb deyək ki, müsəlmana, nə ilahınızdan övünürsünüz? Bizim ilahımız sizin ilahınızdan da layiqdir, daha övünür. Bunu kim deyir? Hindus. Bütpərəz. Müsəlman qayıdıb ki, sən çalışmışsan nə namazsın? Sizin ilahınız nedir bizə Müslüman? Hindus qayıdıb nə yapmışdır? Deyir, sizin ibadət elədikləriniz torpaqların altındadır. Görürkən nə ibadət edirsiniz, gəlmələr. Bizimki sən torpağın üstündədir, gör çaqaqlar. Hansı yaxşıdır? Və müsəlman heç icazə verilmir. Çünki özü də qəbirlər vasitəsilə Allaha yaxınlaşan, sitayiş edənlərdir. İslam olduğu kimi yaşasaydı, o Hündüzün ağzını dekaplasına baxına qalır. Niye rezil oldu? Niye o buzlu debatı? Çünkü yaşadığı özü bidat ve bırakmak bir şey değil. Herden okursan Mircə Cəlili, Mircə Fətəli, okursan deyirsən ki, bunlar niye dinle böyle nifrət edirlər? Bunların dinlə düşünəcəyi hardan doğurur? Bunlar niye böyle edirlər? Axı, bunlar xalqın dramaturgları, yazıçıları, şairləri, ədilləri, alimləri, ziyanları. Asıl İslam kamildir.
Bunlar niye İslam'ın düşmənləridirlər? Buradan öldər diyesi, buradan Kefir İskəndərdirə gəldi. Buradan nədir bu? Axi, barakallahu fik, onların düşmənçiliği İslam'la değildir. Sadece İslam əvəzdən ancaq xurafat qalmışdı 100 yılından qabaq. Azərbaycanda Laxsus və Bakı şəhərində İslam əvəzində İslam getmişdi, adı qalmışdı. Molla mafiyası, fırıldaq saxtakar, dini satar, Kur'an'ı satar, dini satar, namusu din adını ispat edən, yalancı, saxtakar, cahil, avam, ərəb dilə bilməyən və dini şəxsi mənfəət kimi istədiyi kimi sola saraflara mollalar ucbatından, din adından, xurafat, bidat və biabırçılıq təbliğ və təmsil olunduğuna görə ziyalı insan dini məzhəbi bilmədiyinə görə və düzgün dini öyrəndiyi yeri tapmadığına görə bunu din zənn edib dindən çıxdı. Bir əgər bu dindirsə, Allah'ın dini budursa, onda məsələ. Və çıxdı dindən adam. Təbii ki, üzr qazandırmır mən onlara. Üzr qazandırmıram. Niyə görə? Çünki ən azı gelib sabir məndən soruşarlar. Mirzə Əkbər Sabir Allah rəhmət eləsin. O da sizdən də dahil, sizdən də istedadlı şair, dramaturg, ədib, alim, ancaq namazın yazdı. Namazın yazdı. Kitab və sünnə işində. Allah rəhmət eləsin. Öz eyni yerdə işləyirik. Ən azı gelib deyəriz ki, ay Sabir məlidir. Bu nədir? Necəyiriksə, bu din deyil, xurafatdır, bidatdır. Və Sabir, Mirzə Əkbər Allah rəhmət eləsin, onun əsərlərini oxusaq, şeylərini oxusaq, görərsiniz ki, o həmişə xurafata, bidata qarşı haykırır və ona qarşı çıxış edən olur. Haqq üzərində olur. Nəticə, dinin adı qalır, dindən su istifadə olunur, xurafat və bidat dini yenə gedir və insanlar ya dindən çıxır, ya da xurafatın, bidatın əsarına düşünlər və edən. Nəticə də bu. Kefir İskəndər personajı həm də zehnindən silinməyir. Molla'nın yanına gəldi ki, ay Molla, ərəb dili bilirsən, cavabında deyir ki, heç ərəb dilini bilmədən səni bilmələ bıraxırlar. Bura kimi yaxşı gəlir, ay Molla. Bura kimi yaxşı gəlir. Yaxşı, Kefir İskəndər soruşur. Elə ki, ay Molla, çörək ərəbcə nədir? Ay bala, maşallah, bura bazardan olmaz. Məyər bilmirsən ki, ərəblər çörək bilmir, vallahi yiyirlər, elə geçən yiyirlər ki. Ərəblərdə çörək var, Allah'ın bak, qardaşlar. Ona görə mən getdim, orada 8 yaşında çörək gördüm orada. Tarih boyu ərəblərdə çörək olur. Allah Nəbisi sallallahu aleyhi ve sellem'in en çok sevdiği yeməklərdən də biri tərid. Yeməyin adı təriddir. Tərid nə deməkdir? Xəmir, yəni çörəyi, heyvan ətinin suyunda qaçmasına sərif bilir. Və Peyğəmbər sallallahu aleyhi ve sellem'in en çok sevdiği yemək oydur. Bu ərəblərdə qoy yeməyidir. Yəni heyvan əti pişirir, oyun, dəvə, hər hansı. Sonra onun suyu qalanda çörəkləri, xəmirləri onun içine tökürlər, təzə silə verirlər. Bərəkətli olur. Və Allah Nəbisi sallallahu aleyhi ve sellem sevdiği, en çok sevdiği yemək o yeməkdir, sərif. Çünki ətin bütün dadı, zövgü sonunda qalır, qazanın dilində qalır. Çörək də onu hopdur özünə və beləliklə bütün dadları cəm edir. Xəmirlə həmin bunun əlimizi qarşıdır. Və Allah Nəbisi sallallahu aleyhi ve sellem'dən rivayət olur ki, kâne yuhibbut tərid, bu yemeği çok sever. Yəni çörək var ərəblərdə. Ay Molla'ni, Rabbul kəlifəmən deyil, mövzat çıxmaqla deyil. Dilən ki, ərəb dilini bilməm. Kefir İskəndər biləndə ki, Molla əmi, valenslər deyil, yaxşı. Onda nə yiyirlər ərəblər? Deyir, düyü yiyirlər. Düyü. Yaxşı ay Molla, bəs düyü nədir ərəbcə? İmamlarla başlayır, ikinci variantı geçmeye, terbiyesiz, ne bilmə, sen bundan qabaq demələ, ay cəmat bundan qabaq elə, subhanallah. Təbii ki, din belə savadsız, xurafatçıların əlinə keçəndə istədiyi bir istifadə edəcək. Nəticədə zərbə İslam dininin adına gəlir. Subhanallah.
və insanlar ürkür, qorxur, dindən çalışır və din çox sadədir. Vallahi hər elə xurafatlar eşitirsən ki, deyirsən ki, insan əqli bunu qəbul edilməz. Mümkün deyil. Və bu din adından yayılır. Çox qəbul. İnşallah mövzuzu